Ay nişanda hansı xasiyyət var ki, kaş bu xasiyyət məndə də olardı deyirsiniz? Elə hamısı. Mən deyirəm ay Allah, dünyaya bir də gəlsəm məni ay nişan gətir dünyaya. Hə, çünki ayni çox bilirsiniz, elə bil ki sanki Allah Taala onu proqram əsasında dünyaya bağışlayıbdı. O adamın bir dənə səhvi yoxdur. O insanın bir dənə səhvi yoxdur. Nə deyir, hamısını düz deyir. Baxıram, əvvəl mən biraz, indi mən də Şirbürcünəm axı, biraz özümü göstərmək istəyirəm hərdən arada ki, mən də varam. Atamanlıqdır ama. Atamanlıq yox, biraz deyirəm, mən də düşünə bilirəm də, mən də bunu belə görə bilirəm. Amma sonra görürəm ki, aynı düz deyirmiş. O mənim həm dostumdur, həm qızımdır, həm oğlumdur, həm hər şeyimdir. Bir də ki, əsas da nəfəsimdir. Hə, mən həmişə ona deyirəm ki, sən mənim nəfəsimsən. İnsan açan tükənir, nəfəsi tükənəndə. Mənim nəfəsim heç vaxt tükənməsin. Amin. Və həmişə aynının timsalında bütün balalarımızı, bütün evlatlarımızı bu həyatda arzusuna çatmağı görək. Görək ki, arzularına çatdılar, xoşbəxt oldular. Hərdən bəzən bilmədən səhv arzular da edirik biz. Mən həmişə dua edəndə bunu da əlavə edirəm yanına ki, gözəl arzuların həyata keçsin. Çünki o hansı gözəldir onu Allah bilir. Biz bilmirik. Ona görə də Allaha ayan olan o gözəl arzularınız hansı var? Hamısı həyata keçsin oğlum. Aybəniz xanım, bəy, ay nişanla tətilə getmirsiniz? Ya da gedəndə çəkməyə qoymursunuz? Neyim, götürüb paylaşırlar. Sonra da. Nə olur ki? Amma mən biraz çox belə məsələlərə mühafizəkarsınız bu məsələlərdə. Amma niyə? Mən çox bəyənirdim həmin vaxtda sizin görüntüləriniz. Mən tam başqa bir tərəfdən kəşf elədim sizi. Aynı deyir ki, mama, mənim izləyicilərim sənin üçün darıxıb. Mən həmişə oxuyanda indi oxuduğum əsərə görə davranıram da səhnədə. Deyir, ay mama deyir, cəmaət səni heç elə bilirdilər ki, gülmürsən də bu həyatda. Amma sonra deyir, sənin bu biri tərəfini görəndə hamı deyir, məhdəl qaldı. Özə deyir, maraqlı nədir? Gülmürsən, amma güldürürsən. Hə, deyirəm, hə, onu mənə uşaq vaxtında dostlarım deyirdi ki, bir söz deyirsən, qırılıb batırıq gülməkdən. Özün amma gülmürsən. Dayanıb baxırsan. Amma özüm o qədər şövqlə deyirəm ki onu, artıq bütün nə deyir, Musa Yaqub demiş, özüm qəlbən doluram da, o sözü deyəndə, o fikri bildirəndə, elə hamısı içəridə baş verir əslində, onu bürüzə vermirəm. Gedəcək plan var, istəyirəm gedək, aynı ilə. Sadəcə biraz təzyiq məsələm çox meydana gəldi bu aralar. Biraz özümü qorumaq məcburiyyətindəyəm. Amma istəyirəm ailə ilə bir gözəl bir səfərə gedək. Amma bu dəfə istəyirəm uşaqlarımdan da aparım. Tələbələrimdən də aparım. Gördünüz də o Maldivdə, o okeanın ortasında. Maldiv tətiliniz çox möhtəşəm idi. Orada sizi oğlana Azərbaycanla bağlı mı? Oxutdum da ona. Onu elə yaxşı Azərbaycan dilində oxutdum ki, nətər. Niyə oxumasın, oxusun da. Necə başa düşməyə, onu necə başa salmışdınız? Onu elə sevə-sevə oxuyurdum, o enerjini ötürdüm axı ona. Hə, o da bir oxuyurdu ki, nətər. Sevinirdi ki, nə yaxşı bacardı. Deyirəm, səni Bakıya apararam. Oxu amma. O da deyirdi, hə, yaxşı. Mənə WhatsAppda yazır, nömrəmi götürüb. Doğru. Hə, mənə yazır, nə yazır başa da düşmürəm. Yazır. Hə, elə mən də ona ürəklər göndərirəm. Nə deyim də, yanımda deyil axı, oxuyan mahnını, o da mahnı oxuturum ona. Başa düşək bir-birimizi. Öyle o mənə yazır, mən də ona ürəklər göndərirəm. Hə, adı da Bavurjandır. Adına bax. Bavurjan. Deyirəm, bu nədir bu? Bu kərtənkələləri doldurmuşsunuz bura. Orada hər yerdə də kərtənkələdir. Qorxmurdunuz bəs? Elə qorxurdum nətər. Bağrım çatlayırdı. Hə, dəhşət idi. Amma dediniz gəlmişəm də artıq. Yox, daha ki dedim buradayıq da bitəri çıxmaq lazımdır vəziyyətdən. Günlər sayırdım ki, indi deyirəm, aynı hərdən darıxıram ora üçün. Allahın ver günü də yağış yağırdı. Deməli görün aynı mənim başıma nə götür. Deməli çatmışıq. Mən də dənizdən qorxuram axı. Dənizə baxmağı sevirəm. Qəti dənizə getmə, üzməyini belə şeylər mənlik deyil. Deməli çatdıq Maldivə. Elə o otelə ki çatdıq kəndarına otelin. Aynı mənə nə desə yaxşıdır. Bunu Bakıda deyə gəlməyim də.
Çatmışıq ora. Deyir mama, xəbərin var. Deyirəm nə? Deyir bu yaxınlarda buraları su basacaq. Dedim abala qoyaydım Bakıya qayıdaydım sonra deyirdim. İndi mən yazıq gecə də yatamayacağam qorxumdan ki görəm buranı adanı su açan alacaq. Hər gündə yağış yağırdı. Özdə necə? Göydən bir dənə yağış yağırdı. Tut ucundan çıx göyə. Vallahi deyirdim indi bu dəqiqə su basar bizi, indi basar. Elə yağırdı. Ay Allah bir dənə orada belkalar var idi. Elə qəşəng belkalar var idi. Ürəyim xarab oldu o belkalardan ötürü. Orada ən maraqlı sizin gəmidəki ikinizin videonuzdur. Qayıqdakı su. Robinson evindən qayıdırıq da. Onda baş verdi. Bildin? Dəyir dəqiqə başı yamalara suyun üzərində. Bağrım çatlayır. Deyirəm ay aynı öldüm mən. Ay bala denəm onu saxlasın. Deyir hara saxlasın? Okeanın ortasındayıq. Qoy getsin. Vay dedim bitməyəcək bu yol. Gedir bitmək də bilmir nə yekə da ora. Get ki gedəsən, get ki gedəsən. Ürəyim də yanmışdı az qala. Deyirəm ki mən ölərəm. Deyir qorxma ölməzsən. Baban deyir 90 yaşında ölür. Dedim dədəmi kim bura mindirsəydi o da ölmüşdü. Mən yazıq öldüm qorxudan. Deyirdim dən akula zat da çıxar məni ye oradan. Çox maraqlıydı. Aynişanla keçirdiyiniz anlar sizə nəyi ifadə eləyir? Aynişanla keçirdiyim anlar həyatımın büsbütün gözəlliyini ifadə edir. Onsuz keçən günüm gün deyil. Onsuz keçən günüm, hər saniyəm yaşamıram. Aynişan yanımda olanda, Aynini hər gördüyümdə elə bilirəm ki, ömrümə ömür calanır. Elə bilirəm ki, bir dünyam deyil, artıq saysız dünya yaşayıram. Amma onsuz yaşadığım hər an mənim nə bilim, eybi yox, tək ki xoşbəxt olsun. Dünyanın demişəm, harasında yaşayırsan yaşa, tək ki sağlam ol, xoşbəxt ol. Əsas sağlam ol, sonra da xoşbəxt ol. Bu mənim bəsimdir. Eybi yox, mən dözərəm. Əsas sən yaxşı ol, sənin həyatın yaxşı olsun. Aynişan dünyaya gələnə qədər mən başa düşmürdüm həyatı. Aynişan dünyaya gələndən sonra mən həyatı başa düşdüm ki, həyatın əsl mənası nə və kim imiş. Allah bütün qızlarımıza o xoşbəxt hissləri yaşatsın. Qızlarımız həmişə xoşbəxt olsun. Qızlarımız həmişə sevsin, sevilsin. Bəylərimiz həmişə xoşbəxt olsunlar. Qızlarımızı xoşbəxt edə bilsinlər. Ruzi bərəkətləri bol olsun. Bizim Azərbaycan oğlanları resti oğlanlardır. Azərbaycan oğlanları başqa ölkələrin oğlanları kimi qızı qabağa verib restoranlarda şot verdirmirlər. Bizim oğlanlar xoşlayır qıza qulluq eləməyi. Oğlanlarımızın o qədər pulu çox olsun ki, hamısı sevdiyi qızlara dünyanı bəxş eləsinlər. Qızlar da desin, ay Allah nə yaxşı. İşləməyim, elə oturum yanında, dizinin dibində. Vallahi hər bir qıza, hər bir xanıma ailə, yoldaş qisməti, çörəyi arzu edirəm. O çox dadlı olur, çox gözəl olur. Bax, sən nə qədər qazanırsan qazan. Amma yoldaşının gətirib sənə verdiyi o qazanc var. Ay Allah, elə bilirsən dünyanı sənə verir. Əslində baxırsan ki, çox o qədər böyük bir şey olmur hərdən də, hə? Amma şirin olur. Amma şirin olur. Hə, şirin olur. Atamız gətirib. Nə qədər gözəldir. Aybəniz xanım, elə bir arzunuz var ki, hələ də reallaşmağını gözləyirsiniz? Bəli. Var. Açıqlamaq istəmirsiniz? Oy, qoy deməyim. Hərdən mənim özümün də özümə gözüm dəyir. Gözdən qorxun. İnsan sevdiklərini də gözə gətirə bilir. Mən həmişə belə bir şeylər olanda deyirəm, vay gözümə lənət. Asadırə deyirəm. Bir qəşəng qız görəndə deyirəm, vay gözümə lənət. Göz dediniz, mən düşünmürəm, adam gözünüzə lənət oxumayın, qəşəng gözləriniz var.